Yeri gəlmişkən o epizoda toxunaq. Neftçinin oyunçusu vaxt uzatmaq istəyir, Səbuha Abdullazadə də əsəbləşir, oyunçunun üzərinə hücum çəkir. Hər şeydə hakimin gözünün qabağında baş verir. Birinci epizoda görə %100 sarı vərəqə verəcəkdi. Amma fikir verin, topu atandan sonra ikinci dəfə də oyunçunun üzərinə gedir və zərbə endirir ona və oyunçunu itələyir, o da yıxılır. Baş hakim bunu qırmızı vərəqə kimi dəyərləndirdi. Amma mənə görə sarı vərəqə ilə də kifayətlənmək olardı. Bilirəm, bu fikrim sizə çox təəccüblü gəldi, çünki özüm də Neftçi azarkeşiyəm. Amma həftənin futbol günündə ancaq obyektiv danışacağam. Sarı vərəqəni bir xal fikirləşsək, qırmızı vərəqəni də 2 xal. Bu epizod təxminən 1,4 idi. Sarıdan yuxarı, qırmızıdan aşağı. Hesab onsuz da 3-1 olub, birinci turdur, əsəblər müəyyən qədər tarımdadır, Sumqayıtda işlər yaxşı getmir. Bu epizodda bəlkə də futbolçunu bağışlayıb sarı vərəqə ilə kifayətlənmək olardı. Bu tur hələlik azdır, amma gələn turlardan mübahisəli hakim qərarları ilə bağlı kimin nə dediyini də videoda paylaşacağam. Məsələn, bu epizod üçün tanınmış jurnalist Xanoğlan İmanov da düşünür ki, qırmızı vərəqə çox idi. Amma keçən il hakimlər Neftçinin haqqını o qədər yedilər ki, bu onların yanında valla toya getməli qalır. Neftçinin vurduğu ikinci qolda da ofsayt olduğu qeyd olunur. Bu epizodun birincisinə baxanda artıq ofsayt olmadığını görmüşdüm. Əgər onların çəkdiyi xəttə güvənmirsinizsə, gəlin özümüz də təxmini bir xətt çəkərək baxaq. Hər halda heç qırmızı vərəqəni də saymasaq, hesab artıq 3-1 idi və Neftçi Sumqayıtdan qat-qat yaxşı oynayaraq layiqli 3 xalı qazandı. Turan Liqanın açılış oyununda öz meydanında Qəbələni məğlub elədi.